Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Sizlərə Masazırda əsas küçə, Əliağa Vahid küçəsinin üzərində ən elit, Masazırda ən elit bir nömrəli belə deyək də yaşayış kompleksində, Masazır dairəsinin tam yaxınlığında yerləşən bir yaşayış kompleksində 15 mərtəbəli binanın 10-cu mərtəbəsi, ümumi sahəsi 60 kvadrat metrdən ibarət, tam əşyalı, super təmirli, kupçalı, ipotekaya yararlı gözəl bir mənzil çəkib təqdim edirik. Mənzilin qonaq zalına təqdimat aparırıq, dəyərli izləyicilər. Döşəməsi parket döşəmədir. Video təqdimatda gördüyünüz əşyalar hamısı yenidir və mənzildə 3 ay olar ki, belə deyək, yaşayış var və 500 manata kirayəçi yaşayır. Mənzilin eyvanına keçid burdandır, dəyərli izləyicilər. Eyvan plastiklə bağlanmışdır. Çox sərgəli mənzilli. Plastikdə şkaf var. Kombin aparatda qazın sayğacı yerləşir burada. Gözəl bir mənzildir. Gün düşən mənzildir, işıqlı mənzildir. Bütün kondisioneri, bütün elektronikası, mebelləri hər biri mənzildə saxlanılır. Dəhlizindən təqdimat aparırıq, dəyərli izləyicilər. Gəlin mənzil dəhlizini təqdim edək. Mənzilin giriş qapısıdır. Belə bir dəhliz şkafı var, qardirob şkafı var. Metal qranit olan hissələr hamısı istipoldur. İsti sistemi kombidir. Kombi radiatorun bateriyaları vardır. Mənzildə sizə təqdim edək bu hissədə sanitar qovşağı, bütün aksesuarlar hamısı əla vəziyyətdədir, yenidir. Gözəl bir sanitar qovşağı vardır. Belə bir şkaf var bu hissədə və mənzildə bütün otaqlara giriş dəhlizdəndir və mənzilin yataq otağının, yataq mebel dəstəsi də var mənzildə, dəyərli izləyicilər. Görürsünüz. Burada da belə bir əşyalar mənzildə var. Pəncərəsi var buranın da və mənzilin mətbəxini də sizə təqdim edək. Bura mənzilin mətbəxidir. Burada dəhlizdən daxil oluruq. Burada da istipoldur. Belə bir gözəl, akrildən bahalı mətbəx mebeli yığılmışdır. Elektronik əşyalar hamısı yenidir, dəyərli izləyicilər. Bütün əşyalar hamısı yenidir və mənzildə dəhlizdə bir şey təqdim etmədim. Bu hissədə qardirob var. Belə bu hissədə belə bir geniş qardirobu vardır. Sizə təqdim edirik. Qiymətlə bağlı ətraflı məlumatı əlaqə saxlaya bilərsiniz. Bizi izləməyə davam edin. Çox sağ olun.